Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verir? Ölkəmizdə bu cür kəpənək adlanan tibb vasitələrinin satışı qadağan olunub. Detalları isə süjetdə biləcəksiniz. Bu tip vasitəsinin satışı dayandırılıb. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə mediadan daxil olan vətəndaş şikayətinə əsasən Çin Xalq Respublikasının şirkəti tərəfindən istehsal edilmiş 15 sentyabr 2023-cü il istehsal tarixli və 20-23-09-15 seriyalı vakuumlu qan alma iynəsi, yəni kəpənək 23C adlı tibb vasitəsinin qablaşdırılmasında çapla bağlı nöqsanlar aşkar edilib. Belə ki, məhsulun üzərində yararlılıq müddəti 14 sentyabr 2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14 sentyabr 2028-ci il kimi düzəldilib. Şikayət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin geri çağırılması qaydasının 1.3-cü bəndinə uyğun olaraq Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən qeyd olunan seriyalı məhsul geri çağırılıb və onun ölkəyə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə satışı qadağan edilib. Bilirik ki, hər siqaret ömrü 11 dəqiqə azaldır. Alimlərin yeni hesablaması isə sübut edib ki, hər şirin qazlı içki ömrümüzü 12 dəqiqə azaldır. Yəni, şirin qazlı içkiləri sevirsinizsə, hər gün intihar edirsiniz deyə bilərik. Şirin qazlı içkilər ömrü qısaldır. Michigan Universitetində aparılan son araşdırma göstərib ki, hər bir şirin qazlı içki insan ömrünü təxminən 12 dəqiqə qısaldır. Bu içkilərin qəbulu şəkərli diabet, piyələnmə və ürək-damar xəstəlikləri riskini artırır. Mütəxəssislər həmçinin vurğulayıb ki, şirin qazlı içkilər maddələr mübadiləsini pozur, qanda insulin səviyyəsinin kəskin artmasına səbəb olur və bədəndə iltihab səviyyəsini yüksəldir. Bu isə müxtəlif növ xərçəng xəstəlikləri ilə əlaqələndirilir. Bundan başqa istehsalçılar bu içkilərə rəngləyicilər və konservantlar əlavə edirlər ki, bu maddələr də bağırsaq mikroflorasına mənfi təsir göstərir. Ekspertlər insanlara şirin qazlı içkilərin istifadəsini minimuma endirməyi və sağlam qidalanma vərdişini formalaşdırmağı məsləhət görür. Milyonda bir uşaqda rast gəlinən xəstəliyə gen terapiyası müdaxiləsi olunub və bununla da uşağın xəstəliyinin qarşısı alınıb. Bu, Avropada ilk hadisədir. İzləyək. Amerika Birləşmiş Ştatının Pensilvaniya ştatında yerləşən Filadelfiya Uşaq Xəstəxanası və Pensilvaniya Universitetinin alimləri nadir və həyati təhlükə yaradan genetik xəstəlikdən əziyyət çəkən KJ adlı körpəyə fərdiləşdirilmiş gen terapiyası təqdim edib. Bu, dünyada ilk dəfə olaraq bir körpəyə xüsusi olaraq hazırlanmış CRISPR adlı gen terapiyasının tətbiqi ilə bağlı tarixi nailiyyətdir. Xəstəlik milyonda bir uşaqda rast gəlinir və adətən qaraciyər nəqli əməliyyatı tələb edirdi. Lakin bu müasir gen redaktə texnologiyası əsasında qurulan müdaxilə nəticəsində əməliyyata ehtiyac qalmayıb və körpənin genlərindəki səhvi düzəltmək olub. Dərman xüsusi lipid nanopartikulları ilə qaraciyərə çatdırılıb. Körpəyə 3 doza verilib və bu dozalar genetik problemi birbaşa qaraciyərdə düzəldib. Nəticədə körpənin vəziyyəti yaxşılaşıb, artıq daha az dərman qəbul edir, bədən çəkisi artıb və ən əsası qaraciyər transplantasiyasına ehtiyac qalmayıb. Süni intellekt hər yerdədir. Təbii ki, Google kimi böyük və texnologiya dünyasına yaxın olan bir şirkət də ondan uzaq qala bilməzdi. İndi süni intellekt vasitəsilə zəif görənlər və yaxud da görmə məhdudiyyəti olanlar hər hansı bir şəkilləri izləyə biləcəklər. Çünki Google onlara şəkildə nəyin olub olmadığını detallı şəkildə danışacaq. Talkback adlanan bu yeni üsul isə necə istifadə olunacaq, nə vaxtdan olacaq, bu barədə süjetdə biləcəksiniz.
Google görmə qabiliyyəti zəif olanlar üçün əlçatanlığı təmin edən yeni süni intellektdə işləyən funksiyaları Android və Chrome-a təqdim edir. Talkback ekran oxuyucusu indi Gemini'yə ekranınızdakı şəkillər və məzmun haqqında suallar verməyə imkan verir. İndi görmə məhdudiyyəti olan istifadəçilər fotoşəkillərin ətrafı təsvirlərini ala, tətbiqlərdə məhsulun xüsusiyyətlərini öyrənə bilər. Androidin Expressive Captions funksiyası nitqdə səslərin intonasiyasını və tələffüzünü tanıyan yeniləmə əldə edib. Android 15 və yuxarı versiyalar üçün yenilənmə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada və Avstraliyada ingilis dilində mövcuddur. Bundan əlavə, Chrome PDF faylları üçün optik simvol tanınmasını dəstəkləyir. Artıq istifadəçilər skan edilmiş PDF sənədlərində mətni seçə, köçürə və axtara, həmçinin ekran oxuyucularından istifadə edə biləcəklər. Bədəninizdəki stress hormonlarının səviyyəsini bilmək üçün sadəcə diş çöpünə ehtiyacınız olacaq. Yeni qurğu diş çöpünə bənzəyir, daha doğrusu diş ipinə bənzəyir. Amma nəticə etibarilə məhz ağzınızdakı tüpürcəyin sayəsində bədəninizdə stress səviyyəsi nə qədərdir, onu ölçəcəklər. Texnologiya həqiqətən tibbə çox ciddi daxil olub. Diş ipi tüpürcəkdən istifadə edərək stress səviyyəsini ölçəcək. Tufts Universitetinin alimləri tüpürcək vasitəsilə stress səviyyələrini izləyən diş ipinə bənzər cihaz hazırlayıb. Cihaz kortizolun səviyyəsini ölçür, hormonun yüksək səviyyəsi sağlamlıq problemləri ilə əlaqələndirilir. Bu ip tüpürcəyi analiz edən və məlumatları telefona göndərən sensora qoşulub. Təhlil təxminən 10 dəqiqə çəkir və effektivliyinə görə laboratoriya testi ilə müqayisə edilə bilər. Cihaz insanlara stress səviyyələrini vaxtında müəyyən etməyə və azaltmağa kömək edə bilər ki, bu da onlara həyat tərzini dəyişməyə imkan verəcək. Bu yeni qurğu laboratoriyada qan və ya CD analizi tələb edən mövcud testlərdən daha perspektivlidir. Gələcəkdə bu texnologiya tüpürcəkdə digər biomarkerləri aşkar etmək üçün istifadə edilə bilər. Hansı yeməkləri alüminium kağızda, yəni folqada bişirmək qətiyyən olmaz? Bu barədə Kəmalə Osmanova maraqlı bir sujet hazırlayıb, baxaq. Bəzi qidaların folqa, yəni alüminium kağız ilə bişirilməsinin sağlamlıq və dad baxımından uyğun olmadığı ortaya çıxıb. Mütəxəssislər bildirir ki, bəzi məhsulların folqa ilə yüksək temperaturda bişirilməsi onların tərkibində kimyəvi reaksiyalara səbəb olur və bu da həm dad keyfiyyətini, həm də insan sağlamlığını mənfi təsir altına alır. Məlumata görə xüsusilə turş tərkibli məhsullar, pomidor, limon, ananas və oxşar meyvə tərəvəzlər, kartof, kələm və ədviyyatlar folqa ilə təmasda zərərli maddələr əmələ gələ bilər. Folqa ilə bişirilən kartof içindəki yüksək rütubət səbəbindən buxarlanmış olur və qabığı yumşaq olur. Bu üsul həmçinin kartofun tam bişməməsinə səbəb ola bilər. Pomidor, limon, ananas kimi turşu tərkibli meyvələr və tərəvəzlər folqa ilə bişirildikdə turşu folqanı həll edərək qidalara metal dadı verə bilər. Kələm də folqa ilə bişirildikdə metal dadı ala və rəngini itirə bilər. Bu səbəbdən kələm kimi tərəvəzlərin folqa ilə bişirilməsi tövsiyə edilmir. Həmçinin paprika, çili və kimyon kimi ədviyyatlar isə folqa ilə bişirildikdə dadın dəyişməsinə və bəzən metal dadının yaranmasına səbəb olur. Mütəxəssislər bişirmə zamanı temperaturun 204 dərəcədən yüksək olmamasını, həmçinin folqa əvəzinə şüşə, keramika və ya silikon kimi təhlükəsiz materiallardan istifadə edilməsini tövsiyə edir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin. Unutmayın, bilmək hər zaman öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.